Bakıda yer səthinin çökməsi nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata əsasən iyunun 26-sında saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Nərimanov rayonu Ələsgər Qayıbov küçəsi 20/90 ünvanında qarşısına yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb. Aparılmış axtarışlar nəticəsində mərhumun meyidi iyunun 28-də saat 15:35-də Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizlənmə anbarında tapılıb. Prokurorluq əməkdaşları hadisə yeri və meyitə baxış keçirib. Hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.